Aprel döyüşü iştirakçısı mənə müraciət edərək bildirir ki, nəyə görə 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarına veteranlıq verilir, amma mənə yox. Nəyə görə onlar rahat alır, mən isə ala bilmirəm. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında əsasnaməyə görə 1988-ci ilin fevralın 1-dən 1994-cü il may ayının 12-sinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüş əməliyyatı zonasına ezam edilmiş bütün iştirakçılara sübuta yetirildiyi təqdirdə, yəni arayış, icra hakimiyyətinin siyahısı, əmrdən çıxarış, arxiv sənədi və yaxud da döyüşdə iştirak etməsini təsdiq edən başqa sənədlər olduqda onlara müharibə veteranı statusu verilir. 1994-cü ilin may ayının 12-sindən sonra isə qayda dəyişir. 1994-cü il 12 may tarixindən sonra döyüş tapşırığının yerinə yetirilməsi zamanı döyüş əməliyyatlarında iştirak edən və həmin əməliyyatlar zamanı xəsarət alan, yəni yaralanma, travma, kontuziya alan şəxslər, hərbi qulluqçular müharibə veteranı hesab edilirlər. Yəni 94-cü ilin 12 mayından sonra döyüş əməliyyatlarında iştirak etmək kifayət etmir. Həmçinin yaralanma, travma və kontuziya da olmalıdır. Yəni həm iştirak etmək lazımdır, həm də həmin əməliyyatlar zamanı hər hansı bir xəsarət olmalıdır. Yəni bu iki şərtin birgə mövcudluğu halında həmin hərbi qulluqçulara müharibə veteranı statusu verilir. 2020-ci ilin sentyabrın 27-sindən noyabrın 10-na dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə xəsarət alıb-almamasından asılı olmayaraq müharibə veteranı statusu verilir. Diqqətiniz üçün təşəkkür edirəm.